Hər vaxtınız xeyir olsun. Deməli, köhnə nəşrlərdən mövzu 17 və yeni nəşrlərdə mövzu 14 qalıqlı bölmə, yəni mövzusunun bəzi misalların tiplərini, yəni necə işləmək lazımdır, onları başa salacağım. İlk növbədə qalıqlı bölmə ilə bağlı bir sıra bilməli olduğumuz məqamlar bunlardır ki, ümumiyyətlə bölmənin komponentləri nələrdir? Bölünən bölən qismət, yəni bölmə qalıqlı bölmədirsə, yəni natamam qismət və qalıq qalır. Bölünən necə tapılır? Böləni qismətə vurub, natamam qismətə vurub, üzərinə qalığı gəlməklə tapılır. Yəni bu bizə qaydalarda, tapşırıqlarda lazım olacaq bu qayda. Daha sonra bilməli olduğumuz məqam budur ki, qalıqlı bölmədə ən kiçik qalıq 1 ola bilər. Yəni ən böyük qalıq isə böləndən hər zaman biri çıxmaqla tapılır. Daha sonra, yəni ümumiyyətlə qalıq böləndən kiçikdir. Yəni, heç vaxt böləni keçə bilməz. Və mümkün qalıqların sayını tapmaq üçün yenə də böləndən 1 çıxırıq. Mümkün qalıqların cəmini tapmaq üçün isə burada əslində qaydalar yuxarıda verilib. Yəni, şagirdlər özləri buradakı qaydaları əzbərləməlidirlər. Baxın, mümkün qalıqların cəmini daha mən yazmayayım. Burada verilib. Nə etmək lazımdır? Böləni vururuq. Mötərizədə böləndən biri çıxıb. Daha sonra bölməli 2-yə. Yəni, bu qayda ilə. İndi mən sual 8-in izahı ilə başlamaq istəyirdim. Deməli, bizə deyir ki, natamam qismət 25, qalıq 11 olarsa, bölünən ən az neçə olar? İlk növbədə misallarda şablonu hər zaman yazmağa çalışmalıyıq ki, biz çaşdırmayaq verilənləri, düzgün yerinə qoya bilək. Natamam qismət və qalıq. Bizə deyir ki, natamam qismət 25-dir. Gəlirəm natamam qismətin altına 25 yazıram. Qalığım 11-dir. Aha. Bölünən ən az neçə olar? Məndən bölünənin ən az qiymətini soruşur. Və mənə bölən də verilməyib, misalda fikir verirsinizsə. Çünki mən əslində bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı gəlməliyəm axı. Bölən verilməyibsə mən nə edeyim biz? Bu zaman biz yadımıza salmalıyıq ki, qalıq hər zaman böləndən kiçik olur. Əgər məsələn qalıq 11 verilibsə, bölənimiz bundan, yəni ən kiçik bölənimiz ola bilər 12. Yəni qalıq əgər böləndən bir vahid kiçikdirsə, bizim bölənimiz, yəni ən kiçik bölənimiz elə 12 ola bilər. Bölünənin də ən az qiymətini istədiyi üçün, yəni böləni vururuq natamam qismətə, üzərinə 11 gəlirik. Bu da eləyir 311. Baxın, burada bölənin yerində 12-dən yuxarı ədədlər də dayana bilərdi. Sadəcə olaraq məndən bölünənin ən az qiymətini istədiyi üçün mən bölənə ala biləcəyi ən kiçik qiyməti verdim. Onu da nəyə əsasən verdim? Yəni 12-ni nəyə əsasən verdim? Qalığa baxaraq. Qalıq 11-dir. Aha. Qalıq əgər böləndən bir vahid kiçik olursa, da yəni ən böyük qalıq böləndən bir vahid kiçik olursa, bu zaman bölənim ola bilər 12 və daha sonra 13 də ola bilər, 14 də ola bilər, amma mənə ən kiçik bölən lazım idi. Daha sonra 10-cu sualın izahına baxaq. Bizə verib ki, bölən 80, natamam qismət 10 olarsa, bölünən ən çox necə olar? Yəni, bayaqki sualın əksidir burada. İndi burada bölünənin ən çox neçə olduğunu soruşur. Yenə mən şablonu yazıram. Bölünən, bölünsün bölən, bərabər natamam qismət və qalıq. Deməli, verilənləri indi yerinə yazacağım. Böləni neçə verib? 80. Yazıram bölənin altından 80. Natamam qismətimi neçə verib? 10 verib. Bölünənin ən çox neçə olduğunu soruşur. Bayaqları mən dedim. Bölünəni tapmaq üçün biz böləni natamam qismətə vurub üzərinə qalığı gəlməliyik. Amma bizə burada qalıq verilməyib axı.
qalığımızın altı gördünüz ki, boş qaldı. Biz o zaman qalığı əvvəlcə tapmalıyıq, sonra da bölünəni tapa bilək deyə. Yaxşı, bölünənin ən çox qiymətini istəyirsə, demək mənim qalığım da mümkün qədər böyük bir ədəd olmalıdır ki, yəni mən üzərinə bölənlə natamam qisməti bir-birinə vurandan sonra qalığı da üzərinə gələndə bölünənin ən çox qiymətini ala bilim. Yəni qalığımı da ən çox neçə ola bilər onu tapmalıyam. Və mən yuxarıda qaydada yazmışdım ki, ən böyük qalıq böləndən biri çıxmaqla tapılır. Deməli, bizdə bölən 80 verilibsə, ən böyük qalığımız o zaman 80-dən 1 çıxarıq, 79 olacaq. İndi yəni asanlıqla yerinə qoyuruq. Bölənimiz 80, natamam qismətimiz 10, üzərinə də 79-u gəlirik, eləyir 879. Yəni bölünən ən çox 879 ola bilər. Daha sonra 15-ci sualın izahına baxaq. Deməli, bizə deyir ki, 12-yə böləndə natamam qismət və qalığı eyni olan ən kiçik ədədi tapın. Yenə də mən şablonu yazıram. Bölünən, bölünsün bölən, bərabər natamam qismət və qalıq. İndi bizə verib təkcə nəyi? Böləni. 12-yə böləndə. Yəni, bölənimiz 12-dir. Natamam qismət və qalığı eyni olan ən kiçik ədəd. Yəni, əslində məndən bölünənin ən kiçik qiymətini istəyir. Amma həm də şərt qoyub ki, elə ki, natamam qismətlə qalığa verəcəyin ədədlər də eyni olsun. Bölünənin ən kiçik qiymətini istəyirsə, yəni nəticədə məndən bölünənin ən kiçik qiymətini istəyir. O zaman mən həm qalığımı, həm natamam qismətimi maksimum dərəcədə ən kiçik, yəni ala biləcəkləri qiyməti verəcəm. Qalıq ən kiçik neçə ola bilər? Bunun cavabı 1-dir elə, həmişə 1-dir. Ən kiçik qalığın 1 ola bilər. Yaxşı, natamam qismət və qalığı eyni olan deyirsə, yəni belə bir şərt qoyubsa, o zaman natamam qismətə də 1 verərəm. Nəticədə mən bölünənin ən kiçik qiymətini tapacam. Bölünəni tapmaq üçün nə edirik? Böləni, yəni 12-ni natamam qismətə vurub, yəni 1-ə vurub. Üzərinə qalığı gələcəm. Bu da necə edəcək? 13. Bölünənin ən kiçik qiyməti 13-dür. Daha sonra 14-cü suala baxaq. 2 ədədin cəmi 150-yə qalıqsız bölünür deyir. Bu ədədlərdən birini 150-yə böləndə qalıq 30 olarsa, digər ədədi 150-yə böləndə qalıq neçə olar? Baxın, burada kitabın özündə sarı markerlə göstərilən hissədə qayda yazılıb. A və B ədədlərinin hər birinin C-yə bölünməsindən alınan qalıqların cəmi C-yə bərabər olarsa, o zaman A və B cəmi C-yə qalıqsız bölünür. Yəni, demək istəyir ki, bu qaydada 14-cü misalda 2 ədədin cəmi 150-yə qalıqsız bölünür. Bax, bu ədədlərin birini 150-yə böləndə qalıq 30 olarsa əgər, yəni qalıq 30. Digər qalıqda, yəni digər ədədi 150-yə böləndə qalıq neçə olar? Baxın, burada qalıqların cəmi, yəni ədədləri ayrı-ayrılıqda böləndə verilən yəni ədədə 150-yə. Elə onların qalıqlarının ikisinin cəmi də 150-yə tamamlanmalıdır. Yəni mən necə edim ki, birincinin qalığı 30-dur, ikincinin qalığı da neçə olsun ki, bunların cəmi elə 150-nin özünü versin. O zaman ikinci qalığım 120 olar. Yəni bu tip misallarda qayda budur. Çünki 2 ədədin cəmi o zaman bir ədədə qalıqsız bölünər ki, həmin ədədlərin hər birini ayrı-ayrılıqda həmin ədədə, verilən ədədə böləndə alınan qalıqların özünün cəmi elə həmin ədədin özü olsun. Belə qarışıq qaydadır, amma diqqətlə oxusa şagirdlər bunu başa düşəcəklər. Yəni qalıq verilib məsələn 30, mən elə eləməliyəm ki, digərinin qalığı da elə bir ədəd olsun ki, burada alınan qalıqların cəmi elə o deyir hansısa ədədə bölünür. Burada misalda, bizim misalda 150-yə bölüblər də ədədi. Elə eləməliyəm ki, qalıqların cəmi elə 150-nin özünə bərabər olsun. Yəni burada verilən ədədlərlə işləyirəm qısacası. 30-un üzərinə necə gəlsəm 150 eləyər 120. Daha sonra 21-ci sualın izahına baxaq.
Deməli, bizə deyir ki, ədədi 36-ya böləndə natamam qismət qalıqdan 5 dəfə azdır. Bölünən ən çox neçə olar? Deməli, verilənləri yazıram. Bölünən, bölən, natamam qismət və qalıq. Mənə verib ki, ədədi 36-ya böləndə, yəni buradan başa düşdük ki, bölənimiz neçə imiş? 36 imiş. Natamam qismət deyir ki, alınan natamam qismət qalıqdan 5 dəfə azdır. Baxın, bu cümləni oxuyanda şagirdlər həm də bunun tərsinəsini başa düşməlidirlər. Natamam qismət qalıqdan 5 dəfə azdırsa, bunun tərsinəsi nə deməkdir? Həmin o qalıq da natamam qismətdən 5 dəfə çoxdur deməkdir. Mən natamam qismətin neçə olduğunu bilmirəm. Ona bir x verdim. Və dediyim cümlədən nə başa düşdük? Qalıq natamam qismətdən 5 dəfə çoxdur. O zaman mən qalığı tapmaq üçün 5-i vurmalıyam. Natamam qismət, yəni dəfə çox deyəndə nə edirik? Vururuq. 5x qısacası. Və məndən nə istəyir? Bölünən ən çox neçə ola bilər? Bölünən ən çox neçə ola bilər? Mən də bayaqki misallarda izah edəndə, yəni bu tip misalları demişdim ki, bölünənin ən çox qiymətini neçə ola bilər soruşarsa, əgər biz qalığa da yəni ala biləcəyi ən böyük qiyməti verməliyik. Məsələn, bölən verilməmişdirsə, əgər bölənə də ən böyük ala biləcəyi qiyməti verərdim. Natamam qismətə də həmçinin. Yəni, məsələn, burada qalıqdan başlasaq əgər həll yoluna, bizim qalığımız ən çox neçə ola bilər? Qalıq hər zaman, yəni ən böyük qalıq böləndən bir vahid kiçik olmalı. Yəni, qalığım ən çox 35 ola bilər. Yaxşı, tapdım. Qalığım ən çox 35 ola bilər. O zaman mən burada axı qalığı natamam qismətlə müqayisə edəndə qalığa 5x vermişdim. Demək, 5x bərabər 35-dirsə əgər, x özü neçədir? 7. Deməli, natamam qisməti də bu yolla tapmış oldum. Natamam qismətim 7-dir. Qalığım ən çox 35-dir. Nəyə əsasən bildik bunu? Böləndən bir vahid kiçikdir qaydasına əsasən. Və qalığın 35 olduğunu tapandan sonra qalığın yerinə yazdığım 5x2 var idi. Onu tənlik yolu ilə həll edib x-in 7 olduğunu tapıb natamam qismətə, yəni orada x vermişdik, 7 yazdıq və nəticədə hər şey artıq açıq aydın ortadadır. Biz indi bölünəni necə taparıq? 36-nı vurarıq 7-yə, yəni böləni vurarıq natamam qismətə. Bu da eləyəcək 252 və üzərinə də gələrik qalığı 35, ən böyük qalığımızı. Bu da edəcək deməli 287. Daha sonra 22-ci sualın izahını paylaşmaq istəyirəm. Bizə deyir ki, 291 ədədini hər hansı ədədə bölsək, qismət 16, qalıq isə böləndən 6 dəfə kiçik olar. Böləni tapın. Baxın, belə bir qayda var. Qalıq böləndən və qismətdən kiçik olarsa, bu zaman bölənlə natamam qismətin yerini dəyişmək olar. Yəni, nə deməkdir burada? Bölən əslində verilməyib, amma natamam qismət verilib və bildirilir ki, qalıq böləndən, bölən yerinə bir x yazsaq daha yaxşı olar. Tənlik kimi. Yəni, qalıq da böləndən deyir 6 dəfə kiçikdir. Dəfə kiçik deyəndə nə etməliyəm? Bölməliyəm. Bu qalığımdır. Baxın, yenə də qaydanı təkrar edirəm. Qalıq qismətdən və natamam qismətdən və böləndən kiçik olarsa, bu zaman bölən və natamam qismətin yerini dəyişmək olar. Yəni, mən burada bölənlə natamam qismətin yerini dəyişsəm, 291-i 16-ya bölsəm, bu zaman alınacaq 18. Yəni, bu 18 artıq nəyin göstəricisidir? Bölənin. Məsələn, əgər bu böləndir, qalıq da bundan 6 dəfə kiçikdirsə, onda demək nədir? 3-dür qalığım. Bu birinci yol. Başqa yolla da həll eləmək mümkündür bu. Başqa yolla da belə həll eləmək mümkündür ki, yenə verilənləri yazıram. 291-i
bir hər hansı ədədə bölsək, qismət 16, qalıq isə böləndən 6 dəfə kiçik olar. Yenə də, əgər qalıq böləndən 6 dəfə kiçikdirsə, məsələn, qalığa x versəm, qalığım x-dırsa, bölənim o zaman ondan 6 dəfə böyük olmuş olacaq. Yəni, bölənim 6x-dir. Yenə də baxın, qalıq x böləndən 6x-dan 6 dəfə kiçikdir. Bəli, tamamilə doğru. Mən yazdığım qaydada, yəni belə yaza bilərsiniz. İndi biz burada bölünəni necə tapmalıyıq? Bölünən ümumiyyətlə 291 verilib. Yəni, necə tapmalıyıq? Natamam qisməti bölənə vurub, üzərinə qalğı gəlməklə bölünən tapılır. Bölünən də artıq verilib 291. Daha sonra biz 16 vurulsun 6x eləyir 96x. Üstünə də 1x gələndə 97x bərabər 291. X də bərabərdir 3 alırıq. X nə idi? Bizdə qalıq idi. 3-dür. Bölən neçədir? 6 vur 3. Yəni 6x nə deməkdir? Şagirdlər bəzən başa düşmür 6x nə deməkdir. Yəni burada əslində vurma var aralarında. Yəni x-in yerinə verilən ədədi qoyuram. 3-ü, yəni və vururam 6-nı 3-ə. Bu da edir nə? 18. Demək bölən 18-dir. Bizdən nəyi soruşurdu? Böləni tap. Elə bizim bölənimiz də dedik ki 18-dir. Daha sonra 25-ci sualın izahına baxırıq. Ədədi deyir 35-ə böləndə qalıqda 24 alınır. Bu ədədi 7-yə böləndə qalıqda neçə alınır? Baxın, 7 35-in bölənidir. Yəni, misalda baxırıq, əgər verilən ədəd elə deməli, bölənidirsə digərini. O zaman qalığın özünü, yəni 24-ü 7-yə bölməklə biz qalığın neçə olduğunu tapa bilərik. Bu da edəcək, deməli, 3 dəfə, qalığımız da 3 qalacaq. Və yaxud da yerinə ədəd qoyaraq, məsələn, hər hansı bir ədəd götürürük, 35-ə böləndə qalıqda 24 alınsın. Məsələn, elə 59, 35-ə bölsək, bir dəfə düşür, qalıq da 24 qalır, yəni. 35-in üzərinə 24 gələrək 59-u seçdim mən. Yenə eyni ədəd 59-u 7-yə bölsəm neçə qalar? 8 dəfə düşər, qalığım da 3 olar. Əssalam. Qısa yolu nədir? Dediyim qayda. Əgər ədəd digər ədədin bölənidirsə, o zaman elə qalığın özünü, yəni soruşulan ədədə böləndə neçə qalar, qalıq ona bölürük və tapırıq cavabımızı.